Herkese salam. Bugün sizinle üzeri xırçıltılı, içi kövrək, şokoladlı bir peçenye resepti bölüşürəm. İlk olaraq dərin bir qaba şəkər tozunu, yumurtaları, duru yağı, biraz süd və vanil əlavə edib şəkər əriyənə qədər yaxşıca qarışdırırıq. İndi isə keçirik quru ərzaqlara. Əvvəlcə unu ələyirik. Üzərinə biraz qabartma tozu, soda və bir çimdik duz əlavə edib qarışdırırıq. Bu xəmirin özəlliyi elə bundan ibarətdir ki, əllərinizlə yoğurmağa ehtiyac olmur. Qaşıqla bunu çox rahatlıqla edə bilərsiniz. Belə asan və ləzzətli reseptlərin davamı üçün videomu bəyənməyi və kanalıma da abunə olmağı unutmayın. İndi isə gəldik çatdıq ən ləzzətli hissəyə. Xəmirə şokolad damlalarını əlavə edib yenidən qaşıqla qarışdırırıq. Dostlar, zəhmət olmasa rəylərdə yazın. Hansı şirniyyatları daha çox sevirsiniz? Şokoladlı yoxsa sadə? Bütün rəyləri bir-bir oxuyub hamıya da cavab yazıram. İndi isə hazırladığımız xəmiri 30 dəqiqəlik soyuducuya qoyuruq ki, biraz bərkisin. Soyuducudan çıxan xəmiri 2 bərabər hissəyə bölürük. Hər hissəyə də uzunsov forma verib kiçik kvadratlar şəklində kəsirik. Hazırlanması o qədər sadədir ki, hər gün bişirmək istəyəcəksiniz. Əgər resepti bura qədər bəyəndinizsə, bir like düyməsinə basmağınız mənə böyük dəstək olar. Kəsdiyimiz bu xəmir parçalarını əvvəlcə şəkər tozuna bulayıb, daha sonra yağlı kağız sərilmiş soba listinə düzürük. Peçenyeləri əvvəlcədən 170 dərəcəli isidilmiş sobada 20 dəqiqəyə bişiririk. Və budur, nəticə göz qabağındadır. Üzəri xırçıltılı, içi isə yumşaq, ağızda əriyən, bol şokoladlı peçenyelərimiz hazırdır. Bu resepti mütləq yaddaşa verin ki, itirməyəsiniz. Hazırlayan hər kəsə indidən nuş olsun. Kanalıma abunə olub zəng işarəsini açın ki, yeni videolarımdan ilk siz xəbərdar olasınız. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, hələlik.